Madde yağdır. 1 mol tam yanmasından alınan maddələr ümumi mol sayı. Karbon qazı 57'dir, su 52. Buradan görsənən odur ki, yağın tərkibində 57 mol, yəni molekulunda isə 57 karbon var. 52'ni 2'ye vuranda 104 sayda da hidrogenimiz var. Yağın formulunu yazaq. CH, CH2, CH, CH2. Burada gliserinin qalığıdır. Sonra da karbon turşusu R. Eyni karbon turşusundan əmələ gəlib. R. R. Burada görünən 6 karbonumuz var. Yəni 57'dən çıxanda altını qalır 51. Bu 51 erlərin tərkibindədir. Yəni 3x bərabər 51 yazsam x eləcə 17. 17 karbonumuz var. Turşu molekulundakı hidrogen atomlarının sayını tapdıq. Gəldik hidrogenə. 104 hidrogenimiz var. İndi biz nə edəcəyik? 104'dən çıxaq 5'i. Çünki burada 5'i görsənir. 2, 2, bu da 1. 5 çıxanda neçə qalacaq? 99. Qalanda bunların tərkibindədir. Yəni 3x bərabərdir 99. X da bərabərdir 33. Deməli 33 dənə də R-də var. S 17'dir. H-da da 33 göstərir. Karbon turşusu da COH-ını da yazaq. Hidrogen atomların sayı 3, 33, bir de 1, 34 olacaq bizim cavabımız.